Haftanın 5 günü, 5 kombin. 4-cü gün. Bugün hava çok qəşəngdir. Yəni çox xoşum gəldi havadan. Ona görə də belə bir ağ yubqam, nəysə işte, belə bir ağ yubqam var. Bunu geyinmə. Yubqa belə oldu. Yubqanın üstündən isə belə bir ağ adi köynək geyinəcəm. Köynək gərək. Köynəklə də belə tutdum. Düzəlişlər verirəm və bunu içine salacağım. Ve bunun qollarını da qıvırıram. Tabii ki bunu belə bırakmayacağım. Bunun üstündən də belə karset kimi bir şey var. Bunu geyinirəm. Buradan beləsinə bağlanır. Və ətəmin altına belə ağ kapronlar var. Bunları giyinəcəm. Corablarla belə oldu. Çox da içimə sindi deyə bilmərəm. Gün içində çıxa bilər bu corablar. Boğazı dardı deyə orada boğuq bir görüntü yarandı. İndi boyuma isə deyirəm, burası çox boşda qaldı. Bunu belə qalstuk kimi eləyə bilərəm. Qalstuk belə. Bir də corabları beləsini biraz balacalaşdırdım. Burasını yığdım. Onsuz da ayakkabı giyinəcəyim içdən. Bu arada sepi çıxartmadım. Onsuz da qalstukun altından görünməyəcək yəni. Onun haricində bir şey taxacam. Onları taxaq. Bir dənə inci qolbağım var. Bunu taxıram. Düzəltdim. İndilik belə yaxşıdır. Gün içində yenə düzəlişlər eləyəcəm yəqin ki. Kombinimiz belə oldu. Saçım da ki belədir. Bir də göz makyajı elədim, biraz pəmbəmsi, morumsu bir şeyler. Üzüm ama bilmem niye bu kadar kızarıp. Neyse işte. Kombinimiz belə. Tabii ki de yine bir mini combo. Ve her zaman kimi son adımımız ətir. Ve hazıram. Bugünkü kombinimizde belə oldu.